Mən deyəndə ki, bunların ideyasının bir tərəfi qırıqdır, bu fikrə tərəddüdlə yanaşanlarda oldu. Söhbət Qərbi Azərbaycan icmasına sahiblənmək uğrunda mübarizə aparanlardan gedir. Qərbi Azərbaycan icması ətrafında son günlər baş verənlər onu deməyə əsas verir ki, daxildə soyuq müharibə başlayıb. Hikmət Hacıyevin icmanın fəaliyyətinə tam nüfuz etməsi, lakin Ədalət Vəliyevin onun həmlələrinə qarşı dözüm göstərərək qarşısını alması hamımızın gözümüzün qarşısında baş verir. Hikmət Hacıyevin icmaya təyin etdirdiyi mətbuat katibi və Qərbi Azərbaycan televiziyasının rəhbəri Ülviyyə Zülfiqarın oradan uzaqlaşdırılması soyuq müharibənin başlanğıcı oldu. Ardınca Qərbi Azərbaycan icmasının Qadınlar Şurasının sədri deputat Məlahət İbrahim qızıya qarşı hücum xarakterli yazıların tirajlanmasının da şahidi olduq və oluruq. Məlahət İbrahim qızı hansısa toplantıların birində Qərbi Azərbaycanla bağlı bütün layihələrin icma ilə əlaqələndirilməsi təklifini irəli sürülmüş. Bu Hikmət Hacıyevin şəstinə toxunub. Çünki Qərbi Azərbaycanla bağlı layihə edənlər Hikmətdən qrant alanlardır. Məlahət İbrahim qızının bu təklifini beşikdəcə boğmaq üçün onun əleyhinə mediada yazılar verərək susturmağa çalışdı. Ötənlərdə qeyd etdiyim kimi Hikmət Hacıyev deputat düzəltdiyi vərəm eksperti olan Pərvanə Vəliyevanı icmanın Qadınlar Şurasının sədri seçdirmək istəyirdi. Orada vərəm çöplərinin dezinfeksiyası kimi bir proses olacaqmış sanki. Dediklərim ötən günlərdə baş verən soyuq müharibənin ilk rüşeymləri idi. Dünən Gülüstan Sarayında böyük bir tədbir keçirilib. Orada Qərbi Azərbaycan irsi Ermənistanda Azərbaycanlıların maddi, mədəni irsinin qəbristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar kitabının birinci cildinin təqdimat mərasimi olub. Tədbirdə Prezident Administrasiyasının Siyasi Partiyalar Şöbəsinin müdürü Ədalət Vəliyev, deputatlar, alimlər, tanınmış Qərbi Azərbaycanlılar və başqaları iştirak edib. Lakin bu nəhənglikdə tədbir dünən cəmi 3 saytda, bugün isə 8 qəzetdə dərc olunub. İcmadakı etibarlı mənbələr bildirir ki, medianın kuratoru, prezidentin köməkçisi Hikmət Hacıyevdir. Əvvəl onun adamı Ülviyyə Zülfiqar burada mətbuat katibi olanda icmanın bütün xəbərlərini saytların hamısı dərc edirdi. O, buradan uzaqlaşdırılan kimi Hikmət Hacıyev qisasını icmadan almağa başladı. Hətta öz həmkarı Ədalət müəllimin burada iştirakına hörmət qoyub bu cür tədbiri işıqlandırmaq belə istəmir. Orada burada da danışır ki, Ədalət müəllim teatrşünas adamdır, getsin teatrda leksiya oxusun. Qərbi Azərbaycan icması mənim ideyamdır və gec-tez onu özüm idarə edəcəm. Maraqlıdır ki, ölkədə müxalif bir fikir olan kimi dərhal İlham Əliyevə çatdırırlar, lakin ölkə üçün mühüm əhəmiyyət kəsb etdiyi deyilən belə bir ideya ətrafında gedən biabırçı mübarizə barədə ona kimsə məruzə etmir. İlham Əliyev əksər tədbirlərdə qeyd edir ki, qayıdış reallaşana qədər bu məsələ Azərbaycanın gündəliyindən çıxmayacaq. Yəni, ölkənin prioritetlərindən biri Qərbi Azərbaycana qayıdışdır. Bəs Hikmət Hacıyev niyə bu icmanın tədbirlərini mediada bloklayır? Niyə icmanın yalnız vəsiqə paylayan qurum olmasına dair sifarişli yazılar yazdırır? İcmanın sədri Əziz Ələkbərli, Qadınlar Şurasının sədri Məlahət İbrahim qızı və başqa nüfuzlu Qərbi Azərbaycanlılar haqqında gözdən salan materiallar tirajlatdırır. Vəsiqə paylamaqla Qərbi Azərbaycana qayıdış, Marsda torpaq sahəsi satan dələduz şirkətlərin layihəsinə də bənzəyir biraz. Bir neçə gün öncə Hikmət Hacıyev Azərbaycandakı diplomatların bir hissəsi ilə Laçına, Şuşaya səyahətə getmişdi. Şuşada olarkən Yelləncəkdə olan uşaqla salamlaşır və bunu bütün media tirajlayır. Xəbər də bundan ibarət idi ki, Hikmət Hacıyev diplomatik korpusun Şuşaya səfəri zamanı həmin ərazinin balaca sakinləri ilə də görüşüb. Hikmət Hacıyevin özünə vurğunluğunda işim yoxdur, media öz əlindədir və özünü istədiyi qədər reklam edə bilər. Kimin nəyə ehtiyacı varsa onu da edir. Sadəcə ölkə üçün əhəmiyyət daşıdığı rəsmən bəyan edilən bir ideyanın Qərbi Azərbaycana qayıdışla əlaqədar böyük bir tədbirin mediada bloklanmasının səbəbi maraq doğurur.
Hikmət Hacıyevin yaratdığı Bakı Təşəbbüs qrupunun konferanslarına diqqət edirsinizsə, bütün medialar gün ərzində hər biri azı 5 dəfə həmin tədbirdən məlumatlar paylaşır. Bu gün də həmin qrupun tədbiri keçirilir və dediklərim əyani sübut kimi mətbuatda dərc olunub. Qrupun sədri Abbas Abbasov az qala xalq qəhrəmanı kimi təqdim edilir. Görəsən Fransanın müstəmləkələri yoxsa Qərbi Azərbaycan icması daha əhəmiyyətlidir? Təqdim etdiyim fotoya diqqət etsəz, Hikmət Hacıyevin özünə vurğunluğunun bir daha şahidi olacaqsınız. Tədbirdəki çıxışını yalnız bir xəbərdə verə bilərdilər, lakin çıxışı 5 yerə böldürüb, sanki İlham Əliyevi imitasiya edirmiş kimi dəfələrlə təkrarlatdırır. Görünür, İlham Əliyev hakimiyyətinin üzvləri anlamırlar ki, ümummilli məsələ nədir, şəxsi maraq nədir, şəxsi reklam nədir? Nəzərə almaq lazımdır ki, Qərbi Azərbaycan icması ətrafında baş verənlər başqa ölkələrin də mətbuatının diqqət mərkəzindədir. O cümlədən bu ideyanı özü üçün xüsusi təhlükə kimi dəyərləndirənlərin. Bunlar isə hələ də qarğıdan at düzəldib çapmaqla cövlan edirlər bu platformalarda.